Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Leyla Əliyevaya mərkəz haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2014-cü ildə yaradılan mərkəz Azərbaycanın multikulturalizm modelinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə təbliğ istiqamətində mühüm layihələr həyata keçirir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hər il beynəlxalq səviyyəli konfranslar, elmi seminarlar, dəyirmi masalar və forumlar təşkil olunur. Bu tədbirlərdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar, ekspertlər və ictimai xadimlər iştirak edərək multikulturalizm, dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq mövzularını müzakirə edirlər. Prezident İlham Əliyevin Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq təşəbbüsünə əsasən mərkəz Azərbaycan multikulturalizmi fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini həyata keçirir. Bu layihə çərçivəsində dünyanın 27 aparıcı universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunub. Eyni zamanda ölkənin 40-a yaxın universitetinin magistratura səviyyəsində bu fənnin tədrisi aparılır. Ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində multikulturalizmə giriş əsas fən kimi tədris edilir. Qeyd olunub ki, mərkəz Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, monoqrafiyalar, elmi məqalələr və metodik vəsaitlərin, tarixi xəritələrin çap olunmasına, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konferansların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır. Bu nəşrlər həm ölkə daxilində, həm də beynəlxalq akademik mühitdə təqdim olunur. Sonra mərkəzin fəaliyyətinə dair film nümayiş etdirilib. Leyla Əliyeva mərkəzin nəşrləri ilə tanış olub. Leyla Əliyeva Azərbaycanın multikultural dəyərlərinin qorunması və dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Xüsusilə İslamofobiya, antisemitizm və ksenofobiyaya həsr olunan konfransların keçirilməsini, Azərbaycanın xristianlıq irsinin dünyada tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Mərkəzin fəaliyyətində gənclərlə işin təşkil olunmasına verilən önəmin Azərbaycan multikulturalizminin tanıdılması istiqamətində mühüm rol oynadığını bildirib. Eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müxtəlif xalqlar arasında anlaşmanın və mədəniyyətlər arası dialoqun inkişafına mühüm töhfə verdiyini qeyd edib. Leyla Əliyeva mərkəzin kollektivi ilə həmsöhbət olub, onlarla şəkil çəkdirib. Qeyd edək ki, Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüdür.